səmimi etiraf eləyək, sən bir namaz qılan olaraq neçə nəfəri namaza gətirmisən? Amma acı həqiqət də olsa, Allah gənclərimizi, balalarımızı bu günümüzün, əsrimizin ağ ölümü adlanan bu narkomaniya bəlasından qorusun. Görsən, bir məhəllədə bir narkoman olanda 5 nəfəri özü kimi eləməyənə qədər içəri getmir, ya heç ölmür, belə deyək də. Amma sən, mən neçə nəfərə təsir edə bilirik? Bir dəfə bir söz deyirsən, baxım, deyirsən, işte, özü bilər də, dedim də. Özü bilər, dedimlə iş bitmir. Sən gərək haqqın təbliğində biraz özü əziyyətə salasan. Heç kim özünü əziyyətə salmaq istəmir. Heç kim özünü pis eləmək istəmir. Amma bəzən təbliğdə olan, bəzən dəvətdə olanı elə olmazın qalmazın sözünü, dastanını, qəzəlini qoşurlar. Amma dərindən düşünmüş olsaq ki, bu dinin təbliğində qiyamət günü məsuliyyətsizlik etmisənsə, sən yaxı o qırağa çəkə bilməyəsən. Sənin də bir müsəlman olaraq, bir mömin olaraq boynunda olan haqlar var və vəzifələr var. Ona görə Məhərrəmlik ayında da xüsusilə bu məsələlərə son dərəcə diqqət etməliyik.